Tam 33 manata. Gəlin göstərim sizə marketdən nə tapıb almışam. 4 manat 50 qəpiyə göbələyə almışam belə. Bundan nə bişirə bilərəm? Mənə ideya verin zəhmət olmasa. Az xışıllatmağa çalışıram. Çörək almışam, uşaqlar boz başına yeməyə. Sonra... Ha, bu nədir? Ha! Dünən axşam yatmamışdan qabaq xəyal qururam ki, xaş olsa da yesək. Dən dırnaq. Özəm, sizə bir dənə söz deyim. Xaşa heç atmaq lazım deyil. Tolika qaynatmaq, bir də duz. Heç nə. Burada isə 10 manatlıq ət. Burnum axır, üzrlü hesab edin. Sonra. Düşünürəm ki, artıq toz deterjanlardansa sulu deterjanlar daha yaxşıdır, daha konforludur. Mən keçmişəm buna. İndi biraz da pulum olsun şey alacağım. Ariel'in sulusunu alacağım. Və yaxud da başqa sulu deterjanlar alacağım. Sulu deterjanlar daha yaxşıdır. Qutarana yaxın için yaxalırsan, atırsan maşına, yur. Toz deterjanı nəcinə qoy maşına. Sonra bir dənə soyulmuş belə pomidor almışam. Bir var, bu bizim tarlanın soyulmuş, doğranmış pomidoru. Bir də var soyulmuş pomidoru. Mən düşüncəmə görə ən dadlısı budur. Doğranmışın dadı bunun dadını vermir. Deyə bilərsiniz ki, təzə pomidor da alıb pomidor yumurta eləyə bilərsiniz ondan. Hal-hazırdakı pomidorun dadı yoxdur. Yəni, kalçuk kimi dad gəlir. Ən qəşəngi budur. Yaydan niyə özün qoymursan deməyin. Çünki mən qoymuram. Sonra, keçən gün alışveriş videosunda Çudon bir dənə şeyini almışdım, yoğurtun. Bir izləyici yazmışdı ki, zaten tanıyanlar artıq tanıyırlar, bilirlər. Bir amma kəşfətdən gəlib yazmış ki, bəs niyə ki uşaqlar yoğurt almamısan, özünü almışsan. Mən o yoğurtu yeməyə prosta elə belə almamışdım da. D vitamini tökürəm içərisində, içirəm. İndi həmin o izləyicinin, düz öz izləyicim onun cavabını vermişdilər. Amma yenə də ağlımda qalmışdı onun rəyi. Bu dəfə uşaqlar üçün də aldım. Bu, bilsiz nə elədir? Nədir bu? Persiklə marakuyalıdır. Bilmirəm, indi deyə bilərsiniz ki, yəni, hər dəfə sən uşaqlar üçün almalısın. Prosta bilmirəm də, yəni bu uşaqlar bunu, imенно bu dadı sevərlər, sevməzlər. Ona görə də ürəyimdə qalmasın deyəni aldım. Belə, yücə ürəkli Aynurə.